ədədlər nəyə deyilirmiş? Sayma zamanı istifadə olunan ədədlərə natural ədəd Bəli, deyilir. sayma zamanı istifadə etdiyimiz ədədlər natural ədədlərdir. Uşaqlar, natural ədədlər böyük N hərfi ilə işarə olunur, böyük N hərfi ilə işarə olunur və birdən sonsuzluğa qədər bütün ədədlər çoxluğudur. Uşaqlar, deməli, bir var rəqəm, bir də var ədəd. Sevinç, rəqəm nədir, ədəd nədir? Bunlar arasındakı fərqi izah edə bilərsən bizə? Ədəd nədir, rəqəm nədir? Yaxşı. Deməli, Yağmurda görüm, ədəd nədir, rəqəm nədir? Bilməməyiniz eyib deyil, öyrənəcəksiniz. Rəqəm 1-dən 10-a qədər 16, ədədlərdə sonsuz. Deməli, uşaqlar, rəqəmlər 0-dan 9-a qədər olan simvollardır. Rəqəmlər bunlardır. Elə bilin ki, Ədədləri rəqəmlərdən yaranır da müəllim. ay sağ ol. Ədədləri isə deməli uşaqlar sonsuz saydadır. Yəni misal üçün 1 ilə 2-ni yapışdırıram bir-birinə olur 12. Bu oldu bir ədəd. 3 ilə 4-ü yapışdırıram yan-yana oldu 34. Oldu bu bir ədəd. Yəni bu baxımdan ki, rəqəm dedikdə 0-dan 9-a qədər keçən illəri idi, bilmirəm hansı il idi. Əlaçıya belə bir sual düşmüşdü. Neçə dənə rəqəmimiz var? Uşaqlar 10 dənə rəqəmimiz var. 0-ı da saysaq 10 dənə rəqəmimiz var. 0-dan başlayıb 9-da bitirik. Deməli belə. İndi bunu silirəm. Gəlin daha ətraflı danışaq. Uşaqlar, bir var 2 rəqəmli ədəd, bir var 3 rəqəmli ədəd. Nur Həyat, bizə 2 rəqəmli ədədlər harda başlayır, harda bitir? Aha, Nur Həyat, 2 rəqəmli ədədlər harda başlayır, harda bitir? Ondan başlayıb 99-da bitir. Bəli. Uşaqlar, tək rəqəmli ədədləri bildinizdə 0-da başlayır, 9-da bitir. 2 rəqəmli ədədlər 10-da başlayır, 99-da bitir. 3 rəqəmli ədədlər 100-də başlayır, 999-da bitir. Səkinə, deməli 4 rəqəmli ədədlər 1000-də başlayır, 9999-da bitir. Yəni bunları bilirik də uşaqlar daha yəqin ki. Uşaqlar, indi bu hissəni yəqin ki hər kəs bilir. Amma bunun bir tip variantı var. Bu çox vacibdir, imtahanlara gəlir. Baxın, ədədlər sizə məlum deyil də naməlum verilə bilər. Misal üçün AB üstü xətt kimi. Deməli, desin Günay xanım. Günay xanım, bunun haqqında nə deyə bilərsiniz? Müəllim, 10 A üstə gəl 1 kimi yazılır da açılışı. Bəli. Deməli, uşaqlar, baxın bu 2 rəqəmli ədəddir. 1, 2. 2 rəqəmli ədəddir. 2 rəqəmli ədədlərdən birinci yerdə duran təkliklər sinifini göstərir. İkinci yerdə duran isə onluqlar sinifini göstərir. Hər sinif öz adı ilə açılır Səkinə. Onluqlar sinifi olur 10A, təkliklər sinifi olur tək B. Misal üçün yeni gələn Səkinəmiz. Səkinələrin biri 10-cu sinifdir, biri 11-ci sinifdir də, elə deyilmi? Bəli. Aha, 10-cu sinif Səkinə. De görüm, AB isə bu 3 rəqəmli ədəd oldu. Bu necə açılır səncə qızım? 100A plus 10B plus C. Tamamilə doğrudur uşaqlar. Baxın, diqqətli olun bu məsələlərdə Ayxan. Təklik, onluq, yüzlük. Hər kəs öz adı ilə açılır. İndi gəlin sizə bir misal verim. Uşaqlar, misal 2 yolla tapıla bilər həlli. Paşa gönlünüz hansı yol istəsə o yolla tapa bilərsiniz. Deməli, AB 7 çıxılsın AB deyir ki, bərabərdir 133. Olarsa A ilə B-nin cəmini tap Sevinç. A ilə B-nin cəmini soruşur ayrılıqda. Necə tapa bilərəm görəsən? Aliyə bilir. Başqa Aliyədən başqa deyə bilən var? Mən deyim. Daha sonra. Kim bilir? Müəllim, mən deyim, mən də bilirəm. Qəşəng. Mən də bilirəm. Əla. Deməli belə. 2 dəqiqə gözləyin. Yaxşı. Deməli belə. Cavabı deyin. 63.
Yox. Elə bil ki, müəllim 133-dür. Orada AB bir də yanında 7 var. 133-dən 7 çıxır, qalır 126. Onu da 2-yə bölür, qalır 63. Yox. Orada Mənim cavab 5-dir. xeyr, 5 deyil. 9. 9. 9 deyil. Bəli, cavab 5-dir. Düzdür. Mənim necə 2 soru var, deyim. De gəlsin, de Aliyə, de izah elə. Birim ən asan yol 6-6 çıxmır solu. AB 7 üstə çıxılsın AB. Oradan tapdıq. Digəri də onluların mərtəbə vahidlərini ayrılışı şəkildə. Məsələn, o formada tapmaq. Məsələn, uzun yolda, amma digər bu asan yoldur. Ən asandı dediyin kimi 6-6 çıxmadı. Sevinç qızım, bax 7-dən nə çıxanda 3 qalır? B-nin qiyməti nədir? 4. 4. B 4 olmalıdır. Silib yerinə 4 yazırsan, yuxarıda da Aa, qeyd B-nin 4-dür. İndi Nərgiz, Sevinç deyin, 4-dən nə çıxanda 3 qalır? 1. Bu da 1 imiş. A-sı da 1 imiş. Deməli, A-mız 1-dir, B-miz 4-dür. Bizdən də bunların cəmini soruşur. Cəm də eləyəcək 5. Başa düşürük də elə deyilmi uşaqlar bu məsələləri? Deməli belə, gəlin buna oxşar bir dənə sual deyəcəm. Amma bu demək olar ki, imtahana, yəni böyük ehtimalla düşən suallardandır da, düşə də bilər. Deməli, bir dənə həmin sualı tapım. Hə, tapdım. Çox qəşəng sualdır. Deməli, uşaqlar, sual belədir. Deyir, 2 rəqəmli AB ədədi üçün AB üstü xətt bərabərdir 2A üstə gəl 4B olarsa, deyir ki, Səkinə, A-la B-nin cəmini hesabla. Yenə A-la B-nin cəmini soruşur. Tapın, əlləri qaldırın. Kameraları açın, kameraları açın, kameraları açıq görüm. Kameraları açın. Olar. Xədicə, bizə izah elə. Görək bilirsənmi? Bilmirsənsə də canın sağ olsun, öyrənəcəksən. De görüm Səkinə, nə etmək olar? Mən onu açdım, onu yapıyoruz B2'ni. Sonra mən onu 6-6. Mən tənasüb şimdi yazdım. Tənasüb deyəndə, yəqin ki, bunu nəzərdə tutursan. A-nı soldan sağa keçirdərəm. Olar 10A çıxılsın 2A. B-ni də sağdan sola keçirdərəm. Olar 4B çıxılsın B. Bəli. Uşaqlar, burada olur. 8 bərabərdir 3-yə. Əla. 8A bərabərdir 3B-yə. İndi Elə məntiqlə buradan fikirləşirsən. da mən burada B 8 olur, A 3 olur. O da 11'e geleceğim. Tamamilə doğrudur. Tamamilə doğrudur. Uşaqlar, misal belə qalanda axırda, baxın, misal belə qalanda axırda deyirsiniz ki, biri digərinin əmsalına bərabərdir, tamam mı? Biri digərinin əmsalına bərabərdir. A 3-dür, B də 8-dir. Həqiqətən də yerinə qoyanda da ödəyir. 8-i 3-ə vuranda 24 alırsan, 3-ü də 8-ə vuranda 24 alırsan. Yəni bu bərabərlik ödənir. Nurhəyat, Nərgiz, başa düşürük, Sevinç, bildiyin uşaqlar. A-mız, B-miz tapıldı. A, B tapıldığına görə də fisiyyədə indi bizə nə lazımdır? Cəmini soruşur. Cəm də eləyəcək 11. Uşaqlar, gəlin indi davam eləyək. Yəqin ki, hər kəsə bu aydındır. Uşaqlar, bir dənə belə bir sual var. Əvvəllər buraxılışada düşüb. Əslində çox asan sualdır. Məlikə xanımın 2 saniyəlik dediyi suallardandır. Nəysə, A vurulsun B bərabərdir 17-yə. B vurulsun C-də bərabərdir 3-ə. Bəs deyir ki, indi burada ABC natural ədədlər olarsa, ABC'nin cəmini tap. İndi Mən deməli, qəşəng. Tapanlar bir də əl qaldırsın. Tapanlar əl qaldırsın qəşəng. Əlləri qaldırın. Kimsə gəlmək istəyir. Bir dənə gözləyin. Dərin, xoş gəlmisən. Salam müəllimim. Aleyküm salam qızım. Xoş gördüm səni. Təzə başlamışıq hələ. Zərrin, aç qayda dəftərini dərs keçirik quzu. Dərsin əvvəlini də video qeydə almışam, izləyərsən, tamam mı? Tamam. Yaxşı. Şunlar, Benim sualım. deyin cavabı. Cavabı deyin. 21. 21. Bəli. 21. 21. 21. 21. Başqa tapanlar desin.
Müəllim mən Mən də 21 tapmışam. tapdım. 21. Qəşəng. Qəşəng. Əla, super. İndi Açıqlayın sualı. necə qızım? Açıqlayın cavabınızı tapdıq yoxsa? Yox, ehtiyac yoxdur. Bir dənə tapmayanlar var aramızda, gizləniblər orada. Hə. Sevinç xanım, deyin görək, nəyə vuranda 17 ala bilərsən ki? Hansı natural ədədlər? Bir dənə hal və ən elementarlı hal. Biri 17'ye vuranda. Biri 17'ye vuranda. Kızım, A vurulsun B 17'dirsə, bunlardan biri 1'dir, biri de 17'dir. Aşağıda da hasilin 3 eləməsi üçün biri 1'dir, biri de 3'dür da. İndi yuxarıda da B var, aşağıda da B var. Yuxarıda da 1 var, aşağıda da 1 var. Deməli B'miz 1'dir, A'mız 17'dir. Daha sonra C'miz de 3'dür. Bizdən də cəmini soruşur, bəli, cəm 21 edir. Uşaqlar bildikdə bunları. Bəli. Gəlin davam edək. İndi sizinlə qaydalarımızın davamına keçirik. Uşaqlar, cüt ədədlər bilirsiniz də, sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlərdir, cüt ədədlər. Bir dənə amma səslərinizi bağlı saxlayın. Uşaqlar, mən səslərinizi bağlı saxlayın, xışıltı gəlməsin. Deməli, cüt ədədlər sonu 2, 4, 6, 8 ilə bitən ədədlərdir. Uşaqlar, cüt ədədlər ailəsini təmsili olaraq nəzrin 2n ilə işarə edirlər. Bir də var tək ədədlər. Sonu 1, 3, 5, 7 və 9 ilə bitən ədədlərdir. Tək ədədlər ailəsini də təmsili olaraq 2n çıxılsın 1 ilə işarə edirlər. Ailənin bütövlükdə adı, yəni 2n-lə cüt ədədlər, 2n çıx 1-lə isə tək ədədlər simvol olunur. Deməli, uşaqlar, indi sizə bir dənə sual. Deyir ki, 3 dənə ardıcıl cüt ədədin cəmi 96-dır. Bu ədədləri tap. 3 dənə ardıcıl cüt ədədin cəmi, Xədicə, baxın, 3 ardıcıl cüt ədədin cəmi 96-ya bərabərdir. Deyir, bu ədədləri tap. Tez tapın, əlləri qaldırın. Görək kimlər tapıbdır. Aha. Tez. Hər kəs tapsın. 3 ardıcıl, əla. 3 ardıcıl cüt ədədin cəmi 96-ya bərabərdir. Bu ədədləri tapın. Deyin cavabı. Buyurun. 32, 34. 30, 32, 34. Kimlər tapıb səs eləsin? 32 mən tapmışdım. 34, 36. Əla. Zərrin tapdıq da elə. Bəli, mən tapmışdım. Qəşəng. Uşaqlar, Ayxan 3 ardıcıl cüt ədəd deyir. Bax, normalda cüt ədədlər 2, 4, 6, 8. 2 vahid artır da, hamısı elə deyilmi? 2, 2 artır. Yəni, mən birinci ədədə x desəm, ikinci ədəd bundan 2 vahid çox olacaq. X üstəgəl 2 olacaq. Üçüncü ədədi isə ikincidən 2 vahid çox olacaq. Yəni, x üstəgəl 4 olacaq. Bizə də bu ədədlərin cəmini Günay xanım 96 verib. Biz bunları toplayırıq. Yəni, x üstəgəl 2 üstəgəl x üstəgəl 4. Bərabər edirik 96-ya. Ayxan, x, 3x üstəgəl 6 bərabərdir 96-ya. Buradan 3x bərabərdir 90-a, x də bərabərdir 30-a. Sevinç, qızım, birinci 30-dursa, ikinci bundan 2 vahid çoxdur, 32-dir, üçüncü də 34-dür. Həqiqətən də toplayanda 96-nı verirmiş, ödəyir. Başa düşürük də elə, bildik, davam edək. Uşaqlar, bölünmə əlamətləri. Bölünmə əlamətlərini bir-bir sizdən soruşacağım. Bir dənə bağlayıram bu videoyu. 3-ə bölünən bütün ədədlər 9-a bölünürmü? Xeyr. Xeyr.
Düz. Xeyr. 9-a bölünən hamısı 3-ə bölünür, amma 3-ə bölünən 9-a bölünmür. Ay, sağ ol. Uşaqlar, 3 ilə 9-un qaydası eynidirsə, adama deyərlər onda yəqin ki, bunlar bir-birinin qaydasını ödəyirsə, onda 3-ə bölünən 9-a bölünər, 9-a bölünən 3-ə bölünər. Amma yox. 3-ə bölünən bütün ədədlər Ayxan 9-a bölünməyə bilər. Məsəl üçün 6 bölünmür də. Amma 9-a bölünən bütün ədədlər 3-ə bölünür, bəli. Çünki 9-un elə bölənlərindən biri elə özü 3-dür. Buna görə olur. Daha sonra bizə desin ki, Güney xanım, 10-a bölünmə əlaməti nədir? 10-a bölünmə əlaməti. Son rəqəmi sıfırdırsa bu ədəd 10-a bölünür. Tamamilə doğrudur. Tamamilə doğrudur. Ədədin 10-a bölünməsi üçün sonunun 0-la bitməsi kifayətdir. Uşaqlar, bəs 12-yə bölünmə əlaməti nədir? Müəllimə həm 6-ya, həm də Yox. 3-ə və 4-ə bölünür. 3 və 4-ə. Bəli. Uşaqlar. Ondan sonra olan ədədlərin bölünmə əlamətində baxırsınız ki, ədədlər nə ilə nəyin hasilindən ibarətdir. 12 3-dən 4-ün hasilidir. Eyni zamanda 3-ə və 4-ə bölünən ədəd 12-yə bölünür. Yağmur 6 2 dedin, amma 6-nın öz qaydası yoxdur axı. Ona görə alınmır da. Deməli belə. Bəs 15-ə bölünmə əlaməti uşaqlar? 3-dən 5-ə. 3-dən 5-ə. Bəli. Bəli. Eyni zamanda həm 3-ə, həm də 5-ə bölünən ədəd 15-ə bölünür. Bəs mənə 18 lazımdır. 18-ə bölünmə 8. 2 və 9. Ay, sağ olun. Eyni zamanda 2-yə və 9-a bölünən ədəd avtomatik 18-ə tam bölünür. Bəs bir də son olaraq 25-i deyəcəm. 25-ə bölünmə. Son 3 5-ə bölünür. Ay, sağ olun. Son 2 rəqəminə baxırsınız. Əgər 25-ə bölünməsi üçün ədədin son 2 rəqəmi qoşa 0 olarsa, 25 olarsa, 50 olarsa və 75 olarsa, bu ədəd 25-ə tam bölünəcək. Tamam mı? Bunun da qaydası bundan ibarətdir. İndi mən bunları boş-boşuna demədim əslində uşaqlar. Gəlin bir dənə sizinlə qalıq məsələsindən danışaq. Ya da misalları verim, sonra bu qalıq məsələsindən danışarıq. Uşaqlar, baxın, sizə misal belə düşəcək. Misal üçün 14776 vurulsun 375.020 deməli neçə olsun? 4. Yox. Elə qiymət qoyaq ki, bizi ödəsin. Bu da olsun 779. Deyir ki, bunun 7-yə bölünməsindən alınan qalığı tap. Evet, baxın. Baxın uşaqlar, görün nə tapırsınız? Bir dənə amma səsləri bağlayın. Balaca səsləri bağlayın. Tapan desin. Əl qaldırsın, desin ki, mən tapdım. Tapdım müəllimə. Gözəl. Hadi bakalım, diğerler de tapsın. Sizi gözləyirəm, səkinələr. Xədicəm, hadi. Bizim qruplarımız, hər qrupun bir dənə səkinəsi var. Hər qrupun bir dənə Xədicəsi var. Hər qrupun bir dənə Gülayı var. Hər qrupda bu adlar elə bilin ki, qlobal ana adlardır. Hər qrupda var bunlardan. Müəllimə tapdım. Gözəl, qəşəng. Yağmuru dünən mənə oxşadırdılar. Yaxşı. Uşaqlar, cavab. Qısa və konkret cavab. Mən 5. 5. 5 müəllim. 5. Başqa? Tapanlar desin. Zərrin deyin. Mən 5 yazmışam. 5. Deməli belə. Qulaq asın indi. Xədicəm, qızım. Bax, 7-yə bölünməsi əlaməti bayaqları mən 7-yə bölünmə əlamətindən danışmadım belə baxanda. Düzdür, var, amma ehtiyac yoxdur. Onu bilməyinizə. Uşaqlar, 14 7-yə tam bölünür. Kiminsə səsi bir dənə açıqdır amma. Yəni səslərinizi bağlayın. Kiminsə səsi açıqdır. Nurhəyat qızım, bir dənə səsi bağlayın. Hə, vəsiyo. Deməli, uşaqlar, 14 7-yə bölünür. 7 7-yə bölünür. 7 7-yə bölünür. Burada bir dənə qalıq 6 qalır. 6 bölünmür axı. Sonra
Bu biri tərəfdə 7 7-yə bölünür. 7 7-yə bölünür. 9-u 7-yə böləndə qalıqda 2 qalır da uşaqlar, elə deyilmi? İndi aradakı münasibət vurmadır Səkinə. Ona görə 6-nı vurursan 2-yə eləyir 12. Deməli bizim qalığımız 12-dir. Amma adama deyərlər ədədi 7-yə böləndə qalıq 12 qalar. Qalıq böləndən balaca olmalıdır da həmişə. Buna görə siz bunu təzədən bir dəfə də 7-yə bölürsüz uşaqlar. 7-yə bölürsüz və bu zaman qalıqda 5 qalır. Yəni diqqətli olun, qalıq böləndən həmişə balaca olmalıdır. Yəni bu baxımdan ki de Aliyə. Bəs orada 6 ilə 9-u vurub 7-yə bölsəydi eyni cavab alınır da. Yəni qalıqları tapmasa, elə 6 ilə 9-u bir-birinə vurub axır rəqəmləri həmin ədədə bölsəydi. Olar quzu, olar. Əlbəttə ki, olar. Elə də cavab almaq olur. Tamamilə doğrudur. Deməli belə, gəlin sizə indi bir dənə misal verirəm bununla bağlı. Özünüz sərbəst şəkildə tapırsınız. Bir dənə həmin sualı tapın. Bəli, bəli, çox qəşəng sualdır. Hətta 2 dənə sualdır. İkisini də yazırıq. Deməli, 200 neçədir bu? 2 milyon milyonlara getirik. 2 milyon 578 min 246 vurulsun. Deməli 654 min 327. Hə, uşaqlar gidin vurun bunu görün necə alırsınız. Deyəcəyimi gözləməyin də. Deyirəm ki, 8-ə bölünməsindən alınan qalığı tap. 8-ə bölünməsindən alınan qalığı tap. Buyurun, 8-ə bölünməsindən alınan qalığı tap. Əslən Bakılı. Yoxdur. Onda sizin gününüz deyil bu günlər. Təəssüf ki, sizi təbrik eləmirik. Varam, mən Bakılıyam. Sən Bakılısan. Bugün sizin gününüzdür, Əliyə. Deməli, belə. Deyin cavabı. Cavab nədir? 2. 2. 2. Hər kəs 2 tapdı. Bəli. Tamam. Sevinç qızım, tapmısan mı sən? Sevinç, 8-ə bölünmə əlaməti nə oldu qızım? Sevinç, buradasan yoxsa yox? Son 3 rəqəmi 8-ə bölünürsə və 3 rəqəmi son 3. Sağ ol. Ədədin 8-ə bölünməsi üçün, yəni son 3 rəqəminə baxmaq lazımdır da, bunun da. Burada 24 8-ə tam bölünür, qalıqda 6 qalır. Burada da 32 8-ə tam bölünür, qalıqda 7 qalır. Aradakı münasibət vurmadır deyə 6-nı 7-yə vurursan 42 və deyirsiniz ki, ədədi 8-ə böləndə qalıqda 42 qalmaz da məntiqsel olaraq. Bu baxımdan ki, 42-ni də təzədən 8-ə bölürsən, bəli, 42-ni 8-ə böləndə 5 tam, qalıqda 2 qalır da. Başa düşdü uşaqlar? Aydındır bizə? Çatdı? Всё. Gəlib bir dənə də sual verirəm. Bu sonuncudur, sonra qaydaların davamına keçək. Yəni bizim vaxtımız var. Hər şeyi dəqiqliyi ilə danışmalıyıq sizinlə. Ağlınızda heç bir şübhə, heç bir qaranlıq məqam qalmasın. Deməli belə. Uşaqlar, misalımız deməli bu şəkildədir. Bircə dəqiqə 594 kvadratı üstəgəl 3. Deyir ki, bunun 4-ə bölünməsindən alınan qalığı tap. Siz tapın. Əla. Bir dənə video qeydinin davamını açım. Всё. Deməli belə. Yaxşı. Uşaqlar, indi deməli tamamilə doğrudur. 3 tapanlar. Afərin sizə. Tamamilə doğrudur. Əla. Gəlin izahı birinizdən soruşaq. Kim izah eləmək istəyir? Tez cavab versin. Yaxşı. Nərgiz, buyur. İlk öncə bunları toplayırıq. 7 isə 5 gəlir 12, üstünə gəlir 3-ü 15, üstə gəlir 9-u 24. 24 də 4-ə tam bölündüyü üçün ora tayı baxmırıq. Bircə dəqiqə. 4-ə bölünmə əlaməti o deyil. 4-ə bölünmə əlaməti Son 2 rəqəmdə. Son 2 rəqəm. Son 2 rəqəm. 39-u 4-ə böləndə qalır 3. Qalır 3 qalır. Burada 94-ü 4-ə böləndə qalıqda nə qalır? Qalıqda heç nə qalmır mən bildiyim qədərilə. Qalır. Şey qalır. Bəli, 92 4-ə tam bölünür, orada qalıq 2 qalır. Deməli, Bir də bura 2, 6. Aha.
3'ü 2'yə Altdan vurdum 6, kvadratı var 36, üstə gəl 3, bu da etdi 39. İndi 9. ədədi 4-ə böləndə qalıqda 39 qalmaz da mənim. Qalmacaq ha. Bəli. Qalıq ona görə 3 qalır. Bəli, Cavabı təzədən 9. 4-ə bölürük, qalıqda 3 qalır. Uşaqlar başa düşürük bunu. Baxın bir də üstündən gedirəm. Ha, Səkinə qulaq asın. 4-ə bölünmə əlaməti son 2 rəqəminə baxırsınız. 39-u 4-ə böldüm, qalıqda 3 qaldı. 94-ü 4-ə böldüm, qalıqda 2 qaldı. Aradakı münasibət vurmadı deyə 3-ü 2-yə vurdum, 6. Mötərizənin kvadratı var deyə 36. 36 üstədə 3, 39. Ədədi də 4-ə böləndə 39 alınmaz da qalır. Təzədən bir də 4-ə bölürsünüz və cavabdır. Bitdi. Uşaqlar, gəlin indi davam edək. İndi bir dənə səslərinizi bağlayın. Son olaraq qalıqlı bölmədən də danışım. Keçək Əbubəkova. Deməli belə, uşaqlar, qalıqlı bölmə məsələsində yazın dəftərinizə bunu. A ədədini B ədədinə böldükdə natamam qismətdə C, qalıqda isə Q alınır. İskəndərli, xatırlayırsan? De gəlsin. Burada bölünən, Bunu bir də deyim. qismət qalıb. Tamam, bir də deyirəm. Sevinç. A ədədini B ədədinə böldükdə natamam qismətdə C, qalıqda isə Q alınır. Yəni. A-nı B-yə böləndə qismətdə C, qalıqda isə Q alınarsa, biz bir dənə fikir verin. Bölünən A-dır, bölən B-dir, qismət C-dir, qalıq isə Q-dur. Səkinə, İskəndərli. Bölünəni tapmaq üçün nə edirik? Bəli, B vursun, səs də gəlsin ki. Ay, sağ ol. Deməli, uşaqlar, bölünəni tapmaq üçün necə quzu? Bir də de. Var idi ki, qalıq kiçik olmalıdır. Bəli, B-də. qalıq böləndən həmişə balaca olmalıdır. Bunu unutmayın. Qalıqlı bölmə məsələsində nə vaxt misal həll eləsəz, kənarda qeyd eləyin bunu. Çünki bu sizə misalınıza təsir eləyəcək Günay xanım. Ona görə ehtiyatlı olun. Deməli, dedik ki, bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalığı gəlmək lazımdır. Qalıq da böləndən həmişə balaca olur. İndi sizə bir dənə bir sual. Ədədi 8-ə böləndə maksimum neçə qalıq ala bilərsən? Mənim 7. 7. Tamamilə doğrudur. Bəs Tamam. minimum? Minimum 1. Ən balık. 0. Minimum 0. 0 da qalıq sayılır. Ha, unutmayın. Düzdür, natural qalıq deyil. Natural deyil də 0. 0 natural ədəd deyil. Deməli, uşaqlar, ədədi 8-ə böləndə maksimum qalıq 7 ala bilərsən. Minimum 0. Niyə bunu deyirəm? Səhər soruşar ki, ədədi 8-ə böləndə neçə dənə qalıq almaq olur? 0-ı da saymalısan, 8 dənə olur. Cavab sayın soruşar deyə onda sayda problem yarana bilər. 0-ı saymasanız 7 dənə deyəcəksiniz və cavab səhv çıxacaq. Uşaqlar, bir dənə sual. Deyir ki, ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Bu ədədi tapın. Tez zərrin tapın. Ədədi bir də təkrar eləyirəm zərrin. Ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Bu ədədi tap. Tapdım müəllimə. Tapdım. Tapdım. Qəşəng. Sualı eşitməyən varsa desin, bir də təkrar eləyək. Xədicəm tapdın? Xədicə tapdın qızım? Yox. Tapdım. Tapın. Nurhəyat tapdı. Qəşəng. Nurhəyat qızım, sən bu qrupla daimi davam eləyəcəksən. Bu qrup sənin əsas qrupundur. İndi o digər qrupun 9-larla olan qrupunuzun saatını dəyişə bilsən, dediyim kimi səni orada saxlayacağam. Olmasa sən elə burada daimi davam eləyəcəksən. Yaxşı? 67 olur. 67. Düzdür uşaqlar? Bəli. Bəli, mən 67 tapmışam. Bəli, tamamilə doğru. Xədicəm səsini aç. Xədicə səsini aç qızım. Xədicə eşidirsən məni qızım? Deməli belə. Qızım, bax sənə deyirəm.
deyir ki, bir dənə ədəd var, gəl ona x deyək. Deyir bu ədədi 17-yə böləndə qismətdə 3 alırsan, qalıqda isə 16 alırsan. İndi bir dənə Nərgiz, Nur, Həyat səslərinizi bağlayın, sevincsiz səslərinizi bağlayın, bir dənə əlavə səsləri bağlayın. Hə, Xədicə, indi biz burada bölünəni tapmaq üçün nə etməliyik qızım? B bırak C bırak plus A. Ay sağ ol. 17-ni vurursan 3-ə, üstünə gəlirsən 16-nı. 17-ni 3-ə vuranda neçə eləyəcək deməli? 51 eləyir. 51 üstünə 51. gəndə 67. Cavabdır. Başa düşdükdə uşaqlar elə. Üste gelmede səhv eləmişdim prosto. Ona göre cevap çıxmadı. Ay sən, yaxşı. Deməli belə, uşaqlar bitdi. Bu ilkin hissə idi və artıq sizinlə keçid edirik. Əbu Bəkoba qarşı indi danışmalıyıq. Əbu Bəkoba da getməyimiz üçün bizim sadə mürəkkəb ədədləri bilməyimiz lazımdır. Bizə Zərrin izah eləsin. Zərrin, sadə ədədlər nəyə deyilir qızım? Sadə dillə birə və özündən başqa heç bir ədədə bölünməyən ədədlər. Yalnız birə və özünə bölünən ədədlərə deyilir. Bəli. Uşaqlar, indi bir dənə səslərinizi bağlayın. Sadə ədədlər yalnız birə və özünə bölünən ədədlərdir. Sadə ədədlər 2-dən başlayır. 2, 3, 5, 7, 11, 13. Baxın, yalnız özlərinə bölünürlər. Başqa bölənləri yoxdur. Unutmayın. Bizim ən kiçik sadə ədədimiz 2-dir. Bir də mürəkkəb ədədlər. Mürəkkəb ədədləri də bizə desin, kim desin? Deməli, de Nəzrin. De mürəkkəb ədədlər nəyə deyilir qızım? Bölünən ədədlərə mürəkkəb ədədlər deyilir. Nəyə bölünən ədədlərə? 2-dən daha çox bölünürsə, həmin ədəd mürəkkəb ədədlərdir. 2-dən çox böləni olan ədədlərə bəli, mürəkkəb ədədlər deyilir. Nəzrin, sənin sinif yoldaşını mən unutmuşam. Onunla danışarsan, mənə yazsın Avqust qrupları uca açılıb. O Avqustdan qoşulmaq istəyirdi də. Avqust qrupuna əlavə edim onu. Deməli belə, uşaqlar, indi deməli, mürəkkəb ədədlər 2-dən çox böləni olan ədədlərə deyilir. Yəni, özündən başqa bir şeyə də bölünsün də. Misal üçün 4. Özündən başqa 2-yə bölünür. 6. Özündən başqa 2-yə 3-ə bölünür. 8, 9, 10 və s. Yəni, özündən başqa böləni varsa, bu mürəkkəbdir. Uşaqlar, ən kiçik mürəkkəb ədədimiz 4-dür. Ha? Bəs burada heç birin adını çəkmədik. Bir sadədir, yoxsa mürəkkəb? Mən bir və sadədir. Hay sağ olun. Bir nə sadədir, nə də mürəkkəb. Heç birinə qarışmır. Bir nə sadədir, nə də mürəkkəb. İndi uşaqlar, biz sizinlə qarşılıqlı sadə ədədlərdən danışmalıyıq. Yağmur bizə izah eləsin. Yağmur, qarşılıqlı sadə ədədlər nəyə deyilir? Mən məsələn 15 ilə 16 ola bilər. 15 Olar deyil. Bəli, olar. Qaydası. De. Ortaq sadə qrupları olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Tamamilə doğrudur. Uşaqlar, əgər ədədlərin ortaq böləni yoxdursa, bunlar qarşılıqlı sadə sayılır. Baxın, misal üçün 5 ilə 18. 5 bir dənə 5-ə bölünür, 1 qalır. 18 isə 2-yə bölünür, 9 qalır. 3-ə bölünür, 3 qalır. 3-ə bölünür, 1 qalır. Yəni, ümumiyyətlə desəm, 18-in bölənləri nədir? 2-dir, 3-dür, 6-dır, 9-dur, 18-dir, amma 5 ilə ortaq bölənləri yoxdur. Ortaq bölənləri yoxdursa, deməli, qarşılıqlı sadədir. Və ya, misal üçün, 8 ilə 25. Uşaqlar, 8-i 2-yə bölürük 4, 2-yə bölürük 2, 2-yə bölürük 1, 25-i də 5-ə bölürük 5, 5-ə bölürük 1. Bunların ortaq bölənləri yoxdur da, Günay xanım, görürsünüz ki. Deməli, bu nədir? Qarşılıqlı sadədir. Yazın dəftərinizə. Ardıcıl ədədlər, ardıcıl ədədlər qarşılıqlı sadədir. Bunları uca əzbər bilməlisiniz. Ardıcıl ədədlər qarşılıqlı sadədir. Misal üçün 15 ilə 16.